Lənkəranda 68 yaşlı kişi qətlə yetirilib. Hadisə axşam saatlarında rayonun Vilvan kəndində baş verib. Belə ki, kənd sakini 68 yaşlı Vəliağa Səbziyev axşam saatlarında malqarasını gətirmək üçün örük sahəsinə gedib. Onun sahədən qayıtmadığını görən yaxınları axtarış aparıblar. Axtarış zamanı Vəliağa Səbziyevin meyidi sahədə, yolun üstündə aşkarlanıb. İlkin olaraq onun kəsici deşici alətlə amansızcasına qətlə yetirildiyi məlum olub. Malqara dalınca gedib, orada sahası var. Malları gətirib çıxardı bayrağa. Özü də gəlib, yolda nəysə olub da biz də bilmirik. Xəbərimiz olmayıb. Sonra ailəsi zadı hamısı zəng vurub, telefona telefon cavab vermir. Sonra gəlini, qardaşı gediblər, güclə tapıblar yolda. Vəssalam, başqa nə deyə bilərəm. Normal adam, təsərrüfatla məşğul olan adam idi, nə deyim. Heyvandarlıqla malqara ilə məşğul idi də, təsərrüfatla məşğul olub. Başqa nə deyim, sakit adam idi də. Cinayət əməlini törətməkdə şübhəli bilinən Vəliağa Səbziyevin qardaşı oğlu 25 yaşlı Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Axşam saat 10 idi, 11 idi, eşitdik, gəldik, çıxdı bura. Dedilər ki, bəs gedib malqaranı dalayıcan, hara, gətirib evə. Özü yolda haradasa sonradan qardaşı gedib görüb, indiyə kimi gəlin narahat olub ki, bəs bu gec gəlib evə, zəng elib, telefonu götürməyib, zəng olunub ona, telefon götürülməyib. Bu da qardaşı da evin dalındakı ev qardaşının evidir. Qardaşı gəlini də götürüb gediblər sahaya, maşınla gediblər. Bu niyə gəlmədi? Bu niyə gəlmədi? Nəysə belə də zəng gəlunub, axır gediblər zəngə çıxıblar. Telefonun zəngi, telefon cibində olub, telefonun səsinə gəlib çıxıblar, görüblər özü hadisə olunur. Fağır insan adam idi, zəhmətkeş adam idi, heç kimlə işi zadı yox idi. Öz zəhməti ilə çörəyin pulunu çıxardırdı, yəni dolanırdı da belə. Hamı necə, o da belə. Vəliağa Səbziyevin meyidi daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiziya və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.